Qəsəbədə mövcud olan mənfi ab-havanı aradan qaldırmaq, əminamanlığı və normal həyat ritmini bərpa etməkdir. Dini qurumlar da iş üzrə Dövlət Komitəsindən Region TV-yə bildiriblər ki, bir illik fəaliyyəti dövründə Müsəlman Birliyi adlanan bu terrorçu qrup din pərdəsi arxasında şəriət qanunları ilə idarə olan dövlət yaratmaq üçün məzhəb düşmənçiliyinə çağırışlar edib, dövlətin konstitusiyan quruluşuna qarşı çıxıb. Güc strukturları Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd edən ekstremist qrupa qarşı əməliyyata başladı. Nardaran qəsəbəsində gərginliyin saxlanılmasına edilən cəhdlər onun sakinlərinin böyük qismində, həmçinin ölkənin bütün vətəndaşlarında narahatlıq doğururdu. Odur ki, bu səhər qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanıldı. Daxili İşlər Nazirliyinin daxili qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası şəxsi heyəti qəsəbəyə daxil oldu. Müəyyən edilən yerlərdə postlar qoyuldu. Qəsəbənin küçə və meydanları radikal dini simvollar, şüarlardan təmizləndi. Barikadalar yığışdırıldı. Əməliyyat axtarış tədbirləri davam etdirilir. Məlumata görə qəsəbədəki bir neçə evdən silah-sursat aşkarlanaraq götürülüb. Saxlanılanlar var. Yada salaq ki, noyabrın 26-sındakı əməliyyatda polislər silahlı müqavimətlə rastlaşdı. 2 polisimiz şəhid oldu, 5 terrorçu zərərsizləşdirildi. Hadisə yerindən 4 avtomat, 4 tapanca, 12 qumbara, 3 partlayıcı qurğu və digər bu kimi silah-sursatlar götürüldü. Sonra dəqiqləşdirilmiş məlumatlarda qanunsuz odlu silah, partlayıcı maddələr saxlayan şəxslər müəyyən edildi və onlardan həmin əşyaların könüllü təhvil verilməsi tələb olundu. Silahları təhvil vermək əvəzinə həmin destruktiv qüvvələr Nardaran qəsəbəsində sakinləri konstitusiyan quruluşa qarşı çıxmağa, kütləvi itaətsizliyə çağırdılar. Belə olan halda bugünkü əməliyyatların keçirilməsi qaçılmaz idi. Bu əməliyyat din pərdəsi altında fəaliyyət göstərən, Azərbaycan əleyhinə olan xarici dairələr tərəfindən idarə olunan bir qrupa qarşıdır. Əslində Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, Nardaranda baş verən hadisələrin dinlə heç bir əlaqəsi yoxdur. Bu sırf ekstremist terrorçu qrupun fəaliyyətinə dövlət tərəfindən verilən qanuni reaksiyadır. Məqsədləri din təbliğ etmək deyildi, məzhəbçilik, bölücülük aparmaq idi. Və təbii ki, bu cür təbliğatın da qarşısı mexaniki şəkildə alınırdı. Dövlət Komitəsi və yaxud digər aidiyyəti qurumlar bu qruplarla bağlı tədbirlər keçiriləndə onlar avtomatik olaraq təbliğatın artıq dövlət məmurlarına, dövlət qurumlarına qarşı yönəltməyə çalışırdılar. Və avtomatik olaraq belə bir fikir səsləndirirdilər. Görürsünüzmü, dövlət məmurları şiə imamlarını istəmirlər, sevmirlər. Talib Ağırzadənin rəhbərlik etdiyi Müsəlman Birliyi adlı bu qondarma qurum təxminən 1 ildir ki, fəaliyyətə başlayıb. Dini qurumlarla iş üzrə Dövlət Komitəsindən bildirirlər ki, bu qeyri-legal təşkilatın məramı onun indiyə qədər apardığı təbliğat işlərindən də aydın görünür. Qrupun son 1 il ərzində fəaliyyəti onu deməyə əsas verir ki, bu qrupun üzvlərinin dinə, İslam dininə heç bir aidiyyəti yoxdur. Əslində, bu insanlar din pərdəsi altında gizlənmiş, məqsədləri Azərbaycan dövlətçiliyinə qarşı zərbə vurmaq, xalqı müxtəlif müstəvilərdə, məzhəb müstəvisində, milli müstəvidə, təriqət müstəvisində, siyasi müstəvidə bölməkdən ibarətdir. Qəsəbə sakinlərindən isə yalnız bir şey tələb olunur. Əməliyyat zamanı hüquq qaydasına ciddi riayət etsinlər. Unutmaq olmaz ki, bu həm də onların firavan, gələcəyi üçün vacibdir. Heç şübhəsiz, bundan sonraki dövrdə Nardaranda təxribat törətmək, insanları radikallığa və itaətsizliyə məcbur etmək cəhdlərinin qarşısı ən sərt şəkildə alınacaq. Azərbaycan dövləti bir daha belə halların baş verməməsi üçün zəruri tədbirləri sona kimi davam etdirməkdə tam qətiyyətlidir.